Salam dostlar, Limitless podkastda xoş gəlmisiniz. Bugün burada xaricdə təhsil mövzusunda sizi maraqlandıran bütün suallara cavab tapacağıq. Qonaqlarımız isə artıq bu yolu keçmiş tələbələrdir. Gəlin onların səmimi hekayəsi ilə birlikdə tanışaq. Salam Sunal, xoş gəlmisən. Biz səni çox yaxşı tanıyırıq, ancaq sən özünü təqdim elə ki, izləyicilərimizə tanısın. Salam, xoş gördük. Mən Nəbiyev Sunal. Bakalavr təhsilimi Unique Sabah qruplarında maliyyə təhsili almışam və hal-hazırda da Limites qrupunun tələbəsiyəm və magistr təhsilimi Kölndə davam etdirəcəm. Sunal, sən bir neçə top universitetdən qəbul almısan. Bəs nə üçün məhz bu universiteti seçdin? Bir çox universitetdən qəbul almışam, bəli, amma Köln mənim üçün onların arasında ən dəyərli seçim idi. Bunun da səbəbi Kölnün coğrafi mövqeyi, yerləşdiyi ərazi və ümumiyyətcə bildiyimiz kimi Almaniya Avropanın iqtisadi gücü sayılır və Köln bunların iqtisadi mərkəzlərindən biridir bu ölkənin və buna görə Kölnün mənim karyeram üçün ən yaxşı seçimlərdən biri olduğunu başa düşdükdən sonra seçimimi bu yöndə istifadə elədim. Əslində siz qismən bu suala cavab verdiniz, ancaq yenə də soruşum. Seçim etməkdə ürəyinizin səsinə yoxsa ağlınızın səsinə qulaq asdınız? Düzünü desəm, hər ikisinin səsinə qulaq asmış sayılaram, çünki bu mənim karyeram üçün önəmli idi. Backgroundumdan uyğun gəlirdi. Kölnün istər universitet, istər şəhər, istər ölkə olaraq ağlımın səsini qulaq asdım bu sahədə, amma həm də ürəyimin səsini dinlədim və bu sahədə yetərincə motivasiyam olduğunu gördüm və ürəyimdə sevincli mənə şərik oldu bu yolda. Yəni məncə bu yolda hər ikisini dinləməkdə fayda var. Çünki təkcə ürəyimizin səsini dinləsək, reallıqları görə bilmərik, amma yalnız ağlımızın səsini dinləsək, bu yolda öz daxili istəklərimizi boğmuş olarıq. Buna görə məncə hər ikisini dinləməkdə fayda var. Bəs qəbul cavabı gəldi. İlk kiminlə bölüşdün bu cavabı? Və həmin insanların reaksiyası necə oldu? Əslində qəbul xəbəri gələndə Limitesində mən video çəkdiyi kimi universitetdə idim, orada da bildirirəm. İlk qrup yoldaşlarımla bölüşmüşdüm bu xəbəri. Əslində onlar məndən daha çox sevinmişdi. Amma ümumilikdə çox sevinmişdim bu xəbər gələndə. Deməli, indi gəl biraz da Limitless qrupdan danışaq. Necə dəstək oldu sənə bu yolda? Əslində Limites qrup hər cür dəstək göstərir bütün tələbələrə. Hətta bəzi mənim xəbərim olmayan prosedurları belə əvvəlcədən hazır olunmuş şəkildə idi və mən sadəcə nəticəsini görürdüm. İstər viza prosesində, istər qeydiyyatlarda, istər universitet müraciətlərdə istənilən vaxt Limitles'ə müraciət etməkdə heç vaxt çəkinmədim və ən mənə təsir edici məqamlardan biri də iş saatı fərq etmədən istənilən vaxt Limites əməkdaşları həmişə cavab verirdilər və bu mənə əlavə güvən və rahatlıq hissi verirdi. Biz də təşəkkür edirik. Gəl biraz da sənədlərdən danışaq. Hansı sənədlər və yaxud da hansı mərhələ daha çətin oldu? Əslində sənədləşmə çətin deyildi, çünki demək olar mənim xəbərim olmurdu və mən sadəcə nəticəni görürdüm. Limites əməkdaşları bunu mənim əvəzimə edirdilər. Sənədləşmə olsun, viza prosesi olsun, heç çətinlik çəkmədim. Ümumiyyətcə mən düşünürəm ki, bir tələbə üçün ən çətin məqam istədiyi ölkədən, istədiyi universitetdən qəbul cavabı alınan o perioddur və bəli, o periodda tələbə müxtəlif hisslər keçirir. Eyni ilə mən də həyəcan hissi və səbirsizlik. Bəzən olurdu ki, Alman universitetləri 3 ay, 4 ay cavab vermirdilər və bu məncə bu yolun ən çətin periodu bu idi. Eynən. Bəs Kölnə getməzdən əvvəl səni ən çox həyəcanlandıran nədir? Dil, mədəniyyət, tələbə həyatı? Dostlarımdan eşitdiyim qədərlə çox gözəl yerdir və bu şəhəri ilk olaraq gəzmək istəyirəm. Köln və Köln ətraf ərazilərdə iş tapmağı planlayıram və bu da mənim üçün ən maraqlı təcrübələrdən biridir. Düşünürəm ki, mən orada iş tapacağam və bunu da daha sonrakı podkastlarda sizə təcrübələrimi bölüşə bilərəm sizinlə. Düşünürəm ki, ən çətin hissə fərqli mədəniyyət, fərqli dildə danışan insanlar, fərqli mühit olacaq. Amma bir vaxtdan sonra adaptasiya periodunu keçdikdən sonra bunun öhdəsindən gələcəyimi düşünürəm. Ümumilikdə fərqli bir mühitə düşmək və yeni insanlarla tanış olmaq çox həyəcan vericidir. Bundan başqa olaraq bu yalnız bir təhsil deyil və ya yalnız bir səyahət deyil. Bu mənim üçün yeni həyatın, yeni bir səhifənin başlanğıcıdır və bu düşünürəm ki, ilk addımlar nə qədər gözəl olsa, ardında da o qədər gözəl olacaq və mən ilk addımların ən gözəlini atmaq üçün yoluma başlayıram. Əla. Təbii ki, uğurlar arzu edirik sənə bu mərhələdə də. Bəs artıq beynində bir plan qurmusan, ora gedirsən, nə edəcəksən? İlk qazanmaq istədiyin təcrübə nədir? Səyahət eləmək istəyirəm orada, yəni bütün Daxili səyahət Almaniyanı. yoxsa Avropa şəhərlərinə? Həm daxili, həm Avropa şəhərlərinə, amma ilk öncə Almaniyadan başlamaq istəyirəm, olduğum ölkədən. Buna görə ilk öyrənmək istədiyim Alman qatar sistemidir, nəqliyyat sistemidir. Amma ilk günüm orada, yəni məncə qarışıq hisslər keçirəcəm və buna sevinc də daxildir, həyəcan da, təlaş da, biraz da qeyri-müəyyənlik daxildir, amma düşünürəm ki, ilk başlanğıclar çətin olsa da davamı hər şey yaxşı olacaq. Öhdəsindən gələcəksən. Biz də inanırıq bunun öhdəsindən gələcəyinə. Bəs Almaniyada oxumaq sənin gələcək karyerana necə təsir göstərəcək? Yəni böyük hədəflərin varmı artıq?
Əvvəlcə qeyd etdiyim kimi ümumiyyətcə Almaniya iqtisadi gücüdür Avropanın və bu da mənim background-uma uyğunlaşır. Burada qalıb Avropa təhsil alıb, buranın sistemini öyrənib və Avropada karyera qurmaq, xüsusilə Almaniyada iş tapıb işləmək öz sahəmdə və daha sonra bura köçmək kimi bir fikrim var. Bu sahədə düşünürəm ki, burada təhsil almaqla başlamaq məncə əla addımdır. Bəs sənə belə bir sual verək. Deməli, Limitless-də sənə motivasiya spikeri vəzifəsi verilsəydi, burdan səni dinləyən bütün tələbələrə necə güclü motivasiya verərdin? İlk öncə bütün tələbələrə demək istəyirəm ki, xəyallarınızı qurun və xəyallarınızı inşa etdikdən sonra ilk addım atmaqdan çəkinməyin və bu addımlar çətin ola bilər. İlk başda sizə mümkünsüz görünə bilər, amma hər şeyin mümkün olduğunu mən Limitless-in vasitəsilə sübut elədim və sizə də demək istəyirəm ki, uzun yollar ilk addımlarla başlayır və bu addımları atmaqdan çəkinməyin. Uğursuzluq ola bilər, amma bu periodun prosesin bir parçasıdır və gələcəkdə siz də uğurlu ola bilərsiniz. Çox təşəkkür edirik bu motivasiya edici sözləriniz üçün. Və sonda Limitless-də olan bu səfərinizi əgər bir emoji ilə ifadə etməli olsanız, hansı emoji olardı? Məncə bu emojini təsvir eləməyim. Hal-hazırda videoda görürlər insanlar və Limitless-ə bizim çatda ən çox olan emojilərdən biri budur. Bu emoji məncə ümumi ortamı yumşaltmaq üçün və xoşbəxtliyi ifadə eləmək üçün mənim daxilimin bir səsidir. Çox sağ olun bizimlə səmimi söhbətiniz üçün. Biz də sizə təşəkkür edirik və sizə əlbəttə ki, bu yolunuzda uğurlar arzulayırıq. İnanırıq ki, siz bütün hədəflərinizə addım-addım nail olacaqsınız və biz də bundan xəbərdar olacağıq. Mən də burdan bütün tələbələrə səslənmək istəyirəm ki, mən Limitless-i seçdim, siz də Limitless seçin və bu yolda məncə ən doğru seçimlərdən biridir və karyeranızı qurmaq üçün, gələcəkdə təhsil almaq üçün və bütün proseslərdə birbaşa iştirak etmək üçün Limitless-in əməkdaşları ideal bir seçimdir və bu yolda sizə uğurlar arzu edirəm.